Salam aleykum və rəhmətullah, əziz müştərilər. Bugün də bir qardaşın sifarişi üzərinə inşallah qarşım hazırlayacağıq. Sadəcə bir məhsullar haqqında istəyirəm sizə yüngül bir məlumat verəm. Bu gördüyünüz deməli güləmdir. Buna biz arı çörəyi deyirik. Bu deməli ən birinci faydası ürək, damar xəstəliklərinə çox gözəldir bu. Deməli ikinci bizdə burada kətan toxumudur. Kətan toxumun ən başlıca inşallah müalicə etdiyi hormonlardır. Hormonları sabitləşdirir. Və həmçinin zəfəranımız var burada. Zəfəran deməli təzyiq üçün, təzyiq xəstələri üçün çox gözəl effekt verir. Boran tumu. Boran tumu da insan orqanizmində olan, mədə bağırsağında olan dudlar, parazitləri məhv edir. Və gördüyünüz kimi qozla fındıq isə insan üçün bir nömrə enerji mənbəyidir. Və burada çiçək toxumumuz var. Çiçək tozumuz qardaşlar. Deməli, bütün müxtəlif çiçəklərin tozlarıdır ki, arı öz deməli arının şəxsi öz məhsuludur. Arı inşallah bunları bizə gətirir və bu çox faydalıdır. Ən əsası da insanlarda sinir sistemində çox gözəl müalicədə effekt verir. Və arı südüyə gəldikdə isə arı südü insan orqanizmində çox bir faydalardır. Qanın artırılmasıdır, ürək damar xəstəliyidir, həmçinin sinirdir. Deməli, dırnaqdan tükə qədər bu arı südünün faydaları var. Və bizdə isə ən əsası, ən birinci götürdüyümüz bunların ən başlıcası isə baldır ki, balımız da həqiqətən də deməli, mən deməzdim Azərbaycanda, hətta Qafqazda inşallah ki, yerin tutmuş bir nömrə baldır. Bunu mən demirəm, laboratoriya deyir. Kim harada istəsə inşallah yoxlatdıra bilər, əminliklə. Və kim istəsə inşallah bu qarışımlardan yenə sifariş verə bilər. Deməli, qardaşlar, əlhəmdülillah qarışımımız hazırdır, hamısı üyüdüldü gözəl şəkildə. İnşallah buna deməli arı südündə vuraq. Bismillah. Buna 20 qram arı südü vurduq. Bismillah. Balımızı da əlavə edək. Qardaşlar, deməli əlhəmdülillah qarışımımız tam hazır vəziyyətdədir. Kim istəsə inşallah sifarişlərini verə bilər.